Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Sevdiğim Sensen dizisinin 6. bölümü xülasə ve kadrlar yayımlandı. Sevilen serial Sevdiğim Sensin'in 6. bölümü ile bağlı ilk xülasə ve yeni kadrlar sosyal medyada yayımlandı. Yeni bölümde hadiseler daha da gerginleşir ve kahramanların hayatında mühüm değişiklikler baş verir. Bu bölümde Dicle yaşadığı çətinliklərə baxmayaraq ayakta qalmağa çalışır. Onun Erkanla münasibətində isə qarışıq duyğular davam edir. Ailə daxilində artan gərginlik həm Diclənin, həm də Erkanın çətin qərarlar verməsinə səbəb olur. Erkan bir tərəfdən ailəsinin təzyiqi ilə üzləşir, digər tərəfdən isə Dicləni qorumağa çalışır. Keçmişdə baş verən hadisələr onların münasibətində inamı sarsıtsa da, hisslərinin hələ də güclü olduğu hiss olunur. Bu arada Kadir'in ortaya çıkması bütün balansı değiştirir ve yeni hadiselerin başlanmasına sebep olur. Bölümde Dicle için hazırlanan sürpriz de emosyonal anlarla yadda kalır. Lakin gecenin sonunda baş verən gözlənilməz hadisə herkesin hayatını değişebilecek yeni bir mərhələnin qapısını açır. Sevdiğim Sensin'in 6. bölümü izleyicilere hem romantik hem de heyecanlı anlar vəd edir.